Ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən David İşxanyan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Ağdam, Füzuli, Ağdərə, Xocavənd və Kəlbəcər rayonlarının işğal olunması üçün apardığı döyüş əməliyyatlarında iştirak etdiyini məhkəmədə etiraf etdi. 15 nəfər erməni əsilli təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin baxıldığı məhkəmə prosesində dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən dedi ki, 1992-ci ildə qondarma rejimin ordusuna müddətdən artıq hərbi xidmətə çağırılıb və tabor komandiri təyin olunub. Mənim taborum Abdal Gülatlı kəndinin yaxınlığında yerləşirdi. Müxtəlif taborların konkret tapşırıqları vardı. Taborumun döyüş əməliyyatları olub. Taborum Ağdərənin yuxarı hissəsində yerləşirdi. Tapşırıq kəndlərin götürülməsi idi. Füzuli rayonunda döyüşlərdə iştirakıma gəldikdə isə 1993-cü ildə Aşağı Veysəlli və Çartar kəndləri arasında yüksəkliyi almağa getmişdik. 1993-cü ilin yayında da Ağdamın Bağbanlar, Novruzlu və adını unutduğum daha bir kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. David İşxanyan dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin 1-ci Qarabağ müharibəsində Ermənistan ordusunun idarəçiliyinə dair sualını isə belə cavablandırdı. Ordunun ümumi idarəçiliyi Özünü Müdafiə Komitəsi tərəfindən həyata keçirilirdi. Rəhbərləri isə Serj Sarkisyan və Samvel Babayan idi. David İşxanyan dedi ki, 1-ci Qarabağ müharibəsində tabor komandiri kimi Monte Melkonyana tabe olub. Xocavənddə 8 tabor vardı. Mən onlardan birinin komandiri idim. 8 tabor rayonun müdafiə xəttinə tabe idi və onun komandiri Monte Melkonyan, ordunun komandiri isə Samvel Babayan idi. David İşxanyan dedi ki, onun iştirak etdiyi Kəlbəcər əməliyyatları 1993-cü ilin martında, Ağdam isə həmin ilin yayında aparılıb. Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini təsdiqləyərək, bunun arxasında dayanan məqsədi belə izah etdi. Yetkinləşdiyim dövrdə artıq başa düşmüşdüm ki, strateji məqsədlər, strateji prinsiplər nədir? Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsidir. David İşxanyan Ermənistan vətəndaşı olduğunu və bu ölkənin pasportunu daşıdığını dedi. Təqsirləndirilən 2023-cü ilin avqustunda Azərbaycana qarşı təzyiq göstərmə çağırışları məzmununda müxtəlif ölkələrin parlament rəhbərlərinə açıq məktublar göndərdiyini təsdiqlədi. O, Daşnaksutyun Partiyasının fəal üzvü, onun Qarabağ bölməsinin rəhbəri, qondarma parlamentin deputatı olduğunu, qondarma rejimin prezidenti vəzifəsini icra etdiyini dedi. Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında Xankəndidə David İşxanyana məxsus Park adlı oteldə rabitə vasitələri və silah-sursat aşkarlanıb. Təqsirləndirilən rabitə vasitələrinin otelə məxsus olduğunu dedi, silah-sursata görə isə erməni sakinləri günahlandırdı. Hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər o oteldə məskunlaşmışdı. Ehtimal ki, onlar qoyublar. Təqsirləndirilən hazırda Azərbaycanda həbsdə olan və məhkəmə qarşısında cavab verən Ruben Vardanyanı tanıdığını və onunla münasibətlərinin olduğunu təsdiqlədi. Məhkəmə prosesi aprelin 4-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.